Xalq artisti Nasbəri Dostəliyeva illərdir onun haqda gəzən şayələr barədə ilk dəfə olaraq açıqlama verib. İki Sahil xəbər verir ki, xalq artisti bu barədə Kanal S-də Ülvira Qarayevanın aparıcısı olduğu verilişdə danışıb. Söhbət Nasbəri Dostəliyevanın məmurlardan biri ilə sevgili olması və həmin vəzifəli şəxsin həyat yoldaşı tərəfindən müğənninin döyülməsi şayələrindən gedir. Bu barədə illərdir ki, söz-söhbət gəlsə də müğənni heç vaxt buna reaksiya verməmişdir. Haqqımda çox şayələr yayılıb. Deyirlər ki, güya hansısa şəxsə mənim əlaqəm olub. Onun xanımı Moskva Univermağında məni döyüb. Bunları eşidirdim. Ayağımın altından yer qaçırdı. Bunu yayan bəzi sənət adamları şayələri bilərəkdən yayırlar, deyə müğənni bildirir. Bir misal var idi, soğan yeməmisən ki, niyə qarın ağrıyır? Mən bir şeyin şahidi olmasam, gözümlə görməsəm, onu başqa bir yerdə ağzıma gətirə bilmərəm. Amma insanlar görmüş kimi danışırlar. Bilirsiniz də kim yayırdı o şayəni? Sözsüz ki bilirdim, amma bəzən elə insanların ağzından mən eşidirdim. Mən çox pis olurdum. Sən görmədiyin, tanımadığın, bilmədiyin, sadəcə olaraq kimdənsə nəsə eşitmisən, insanın haqqında nəsə eşitmisən sözü necə ağzına alıb görmüş kimi danışırsan. Təqzim eləmək olmur axı. Nasbəri xanım. Bugün rahatam, şükürlər olsun ki, insanlar başa düşdü. Anlada bilmişsiniz özünüz.